Sumqayıt Futbol Klubunda maliyyə çatışmazlığı yaranıb. Bu barədə Sport Infoaza kimyaçıların bir neçə futbolçusu məlumat verib. Onların sözlərinə görə artıq 2 aydır ödəmələr gecikir, maaşlarını tam şəkildə almırlar. Həmçinin mükafatların verilməsi də problemə çevrilib. 4 oyunun ənamını gözləyə-gözləyə qalıblar. Klub rəhbərliyi futbolçuların sualına cavab olaraq vəd verir ki, mövcud çətinlik müvəqqətidir. UEFA-dan gələcək pulu gözləyirlər. Həmin məbləğ büdcəyə köçürülən gün bütün borclar bağlanacaq. Futbolçulara inansaq, komandanın son vaxtlar qeyri-sabit çıxış etməsi sırf bu amillə əlaqədardır. Onlar maliyyə öhdəlikləri vaxtında yerinə yetirilmədiyindən toparlanan bütün diqqətlərini oyunlara yönəldə bilmirlər. Sumqayıt Premyer Liqanın arxada qalan 21 həftəsində 31 xal toplayıb. Gənclik şəhəri təmsilçisi bu göstərici ilə turnir cədvəlinin 6-cı pilləsində yerləşib. Sumqayıt 24 azın əməkdaşı məsələ ilə bağlı Sumqayıt Futbol Klubunun mətbuat katibi Zaur Xudiyevə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Klubda hansısa maliyyə problemi yoxdur. Ödənişlər uyğun qrafiklə zamanında edilir.